çıxdığınızda özümü kifayət qədər zənginləşmiş, hətta roman yazmış da ola bilər. Orada nə etdiyiniz sizdən asılıdır. Bu mənada ərgənlik mərhələsi, yeniyetməlik mərhələsi keçici yalnızlıqdır. Amma orada eləyəcəklərinizə görə, qarşılaşacaqlarınıza görə bu yalnızlıq əbədi də ola bilər. Bir şairin sözüdür, Rilke'dir deyəsən. Deyir, saatlar boyunca öz içinə yürümək və kimsəyə denk gəlməmək. Yeniyetməlik saatlar boyunca öz içində gəzib heç kimə denk gəlməməklə başlayır. Amma necə nəticələnəcəyinizi özünüz qərar edəcəksiniz. Heç kimə denk gəlməmək o deməkdir ki, denk gəlmək də istəməyə bilərsən. Çünki keçmiş nəsnə ilişkilərinin hamısı oradadır. Sən onlara denk gəlməmək üçün xüsusi çaba sərf eləmiş ola bilərsən. Onlarla vedalaşmamaq üçün, onlarla münasibətlərini gündəmə gətirməmək üçün ekstra bir çaba sərf eləyə bilərsən. Bunun nəticəsində boşluğun gedərək arta bilər. Və yaxud da buna cəsarət edib, onlarla hesablaşıb, vedalaşıb, onların yeni alternativlərini gətirə bilərsən. Dolayısıyla Parman deyir ki, yalnızlığın qaynağı ana və ata ilə, daha doğrusu ətrafdakılarla bağın yenidən düzənlənə bilməməsi, iç nəsnə təmsilləri ilə çatışmaların həll edilə bilməməsi başlanmışda, sonraki artıq geniş perspektivdir. Bədənin dəyişməsi və öz evinə yabancılaşma, ora yadlaşma və hələlik kimliklərinin qeyri-müəyyən olması. Yəni tutunacaq heç bir şey yoxdur. Çox maraqlı bir nümunə ilə bunu açıqlayır. Bu dənizçilər dənizdə olanda bilirsiniz, böyük okyanuslara açılanda bir müddətdən sonra heç nə görünmür. Nə torpaq görülür, nə mayak var, ulduz-mulduz bunların bir çoxu da tam işə yaramır. Amma dənizçilərin, təcrübəli dənizçilərin okeanda olduğu müddətcə qayaqdan, bir qaya parçasından, balinaların hərəkətindən, nə bilim, günəşin vurma şüasından, ulduzların hərəkətindən daimi olaraq özlərinə bir ümidlə bir nirəngi nöqtəsi deyil də, bir referans nöqtəsi tapdığından bəhs edir. Yeniyetməlikdə əgər ətrafınızda, ətraf mühitdə sizə belə bir şərait yaradılsa, bu nirəngi nöqtələrini tapsanız, kifayət qədər dünyanız genişləyə bilər, kifayət qədər yeni sahillər kəşf edə bilərsiniz. İkinci məsələ yeniyetmənin bir yas prosesi olmasından əlaqədar. Yeniyetməlik niyə yas olmalıdır? Yeniyetməlik hər şeydən əvvəl uşaq bədəninin yasıdır. Yəni, dünənə qədər uşaq bədəni var idi. Uşaq bədəni bilirsiniz, ölçülər kiçik olduğuna görə bir çox uşaq gözəldir. Tartışmasız. Amma yeniyetməliklə birlikdə, xüsusilə başlanışda hormonların əvvəlcə burunu, qulağı, barmaq uclarını inkişaf elətdirməsindən birlikdə bədəndə bir orantısızlıq yaranır. Yəni, bədən orantılı olmur. Dünənə qədər gözəl uşaq deyə sevilən oğlan və ya qız artıq, hətta yeniyetmələr belə sevilir ki, nə çirkin olub deyirlər məsələn. Uşaq buna hazır deyilsə, bu travmatikdir. Amma yeniyetmənin sonunda yenə eski genetikasından müəyyən, əgər varsa xüsusiyyətləri, o təqdirini geri qazanacaqdır. Amma bu yeniyetməkdə uşaq bədəninin itkisi birinci fiziki mənada itkidir. Keçmişdən gətirdiyi öz güvəni, öz dəyəri, öz kəndilik dəyəri yüksək səviyyədə olmasa, ailə tərəfindən bu qorunmasa, məktəb tərəfindən qorunmasa, travmatik hadisələrdən qorunmasa, keçmiş bədənini arzulamağa başlayır. Buna da nostalgiya deyilir. Yəni. Dünənə qədər uşaqlıqdan çıxmaq istəyirdi. Bu nədir? Məni qısıtlayırsınız, belə şey olmalar, o olmaz, bu olmaz. İndi uşaqlığı arzulayır. Çünki yeni yaranan şey keçmişdən daha təhlükəlidir, daha narahatlıq vericidir, daha sıxıntılı. İkincisi, yası tutulması gərəkən şey gəlməsi gərəkənin gəlməməsidir. Bu necə başa düşək? Gəlməsi gərəkənin gəlməməsi. Yəni, gedənin başa düşdük, bir şeyi itirmişik, onun yasını tuta bilmirik, hələ uğraşırıq. Bir də gəlməsi gərəkən var idi, o da gəlmədi. Onu da yasını tutmalı. Yeni kimliyin ötəsində bir şeydir. Yoxdur.